Salamlayıram sizi əziz dostlar, xoş gördük. Neçə gündür görüşə bilmirik, çünki stream proqramlarında problemlər var. İdi, bugün başa çatır problemlərin saatı. Deməli, bugün ayın 28-i avqust 2026-cı il. 20 miqyaslı müharibənin 1647-ci günüdür. Ümumi müharibənin 4573-cü günü. Nələr baş verir? Xəbəriniz var. Deməli, mühüm hadisələr, necə deyirlər, Rusiyada baş verir, Ukraynada baş verir. Sizi inandırıram ki, 3-cü gündür. 2 gün dəqiq, 3-cü günün də yarısı keçir ki, Kiyev şəhəri və Ukraynanın digər bölgələri. Deməli, raket və dron atəşinə tutulurlar. Rusların raketləri vurulur axır ki. Yəni, Sırağacın 7 raket vuruldu, ballistika hər gün nəsə edilir. Əlbəttə ki, dronlar elə zərər verə bilmirlər. O cümlədən Rusiya tərəf aydındır ki, Ukraynanın eksportuna mane olmaq istəyir. Yəni, ilk növbədə də liman şəhərlərinə, yəni Odessaya və filan ərazilərə zərbələr endirməkdə, Nikolayev vilayətinə zərbələr endirməkdə davam edir. Güya ki, Führerin tapşırığı bundan ibarətdir ki, Ukrayna güya dünyadan təcrid olunmalıdır, amma siz əmin edirəm ki, belə deyil, olması da mümkün də deyil. Və əvəzində nə baş verir? Əvəzində baş verənlər xəbəriniz var. Deməli, çox mühüm hadisələrdən biri bundan ibarətdir ki, Ukrayna Donetsk şəhərində 51-ci ordunun qərargahını vurdu. Deməli, artıq təsdiqlər gəlir, yüksək rütbəli zabitlərin öldürülməsi, yəni məhv edilməsi, bundan əlavə Kistovada neft ayırma zavodu, çoxlu Ukrayna tərəf belə deyək, əməliyyatlar həyata keçirir. Və bu tip əməliyyatlar hökmən davamlıdır, davamlı olacaq və bunu etmək üçün Ukraynada biz hər zaman dediyimiz kimi bacarıq, iradə, istək var. Deməli, bu il qışa qədər, yəni noyabr ayına qədər Ukraynada Rusiya-Ukrayna müharibəsində atəşkəs olmalıdır. Atəşkəs olmazsa, deməli, iki ölkənin ikisi də təbii ki, çox ağır günlər, mən deyərdim, gözləyir. Amma sizə bir məsələdə əmin etmək istəyirəm. Əgər Ukrayna tərəf və bizim vətəndaşlarımız, Ukraynalılar, o cümlədən, demək, müəyyən psixoloji hazırlıqlar keçiblərsə və bizdə tutaq ki, yanacaqlarla bağlı problem yoxdur, Allah'a şükür elektrik enerjisi ilə bağlı problemlər yoxdur, ərzaq problemləri yoxdur, maliyyə problemləri bütövlükdə yoxdur. Yəni, bizim müttəfiqlərimiz Ukrayna ilə birlikdə, demək, Ukraynanın müdafiəsindədirlər. Əlbəttə ki, biz çox istəyərdik ki, daha yaxşı müdafiə mövqeyi yox, daha çox hücum mövqeyinə keçsinlər. Amma nə edəsən ki, alınan bundan ibarətdir. Hələ ki, belədir. İndi buna da necə deyərlər, nə imtina edə bilməzsən, nə deyə bilməzsən, niyə azdır, niyə çoxdur, necə deyərlər. Əlbəttə ki, Avropa Birliyi, Avropa insanları, Avropa dövlətləri o cümlədən gözləmirlər, hələ də düşünürlər ki, bəlkə Rusiyada hansısa bir məntiqli bir ağıl ola və yəni, bu müharibə Rusiya nə verə bilər ki? Nə verə bildi ki? Və gəlin özümüz bir daha müzakirə eləyək öz aramızda. Rusiya Federasiyasının işğal etdiyi ərazilər, mən Donetsk və Lugansk şəhərləri demirəm, 2014-cü ildə, o zaman Ukraynada hakimiyyət yox idi, Ukrayna prezidenti qaçmışdı. Mən danışıram sizə 2014-cü ilin mart-aprel, may aylarından, mayın 25-i Prezident Poroshenko seçildi. Ondan sonra müharibə müəyyən mənada dayandı. Çünki Minsk 1, Minsk 2 danışıqlar oldu. Və 2022-ci ilin fevralın 24-ündən sonra 20 miqyaslı müharibə başlayandan sonra Rusiya tərəf nəyə nail olub? Və gəlin özümüz öz aramızda danışaq. Yəni, Rusların kompakt yaşadığı
əraziləri yer üzündən silməklə. Bunda nəyə nail olmaq olar ki? Bundan nə edə bilər ki Rusiya? Əksinə, mən bunu deyirəm, bu sinizm deyil, yəni bu sırf pragmatik yanaşmadır. Ukraynada bugün 9-cu çağırış parlamentdir. Düzdür, vaxtı keçib 2022-ci ildən, 2019-cu ildən Ukrayna parlamenti 5 ilə seçilir, bilirsiniz. Belə də yazılıb qanunda 6 ayın tamamlanmasına bir gün qalmasından az gec olmayaraq, yəni 6 ay, 5 ilə də 60 ay, üzr istəyirəm, 6 ay deyirəm. Deməli, amma ilk parlamentdir ki, burada nə Rusların tərəfini tutan yoxdur, nə Rusca Moskvanın pulu ilə olan partiyalar yoxdur. Və gələn seçkilərdə, yəni gələn dəfəki seçkilərdə təxminən proqnozlaşdırmaq da olar. İlkin belə deyək, gələn ilin tutaq ki, payızında. Gələn il təxminən bu vaxtlar, yaxud bundan sonra. Hər halda yəqin gözləyərlər ki, tələbələr filan qayıtsınlar. Yəqin ki, gələn ilin bu vaxtı. İndi hansı formada olacaq deyə bilmərəm. Aydındır ki, bunlar proqnozlardır. Biz dediyimiz yəni Quran ayəsi filan deyil. Yəni hesablamaları deyirik. Belə düşünənlər çoxdur. Analitiklər belə deyirlər. Və Ukrayna parlamentində ilk dəfə olaraq 35 ildən sonra, 36 ildən sonra müstəqillik qazanandan sonra birinci dəfə olacaq ki, Moskvapərəst siyasi qüvvə və Moskvanın istəklərinə uyğun qanunlar qəbul edilməyəcək. Bu, parlament ölkəsi olan Ukrayna üçün çox vacib bir şərtdir. Çox vacibdir. Bəlkə mən deyərdim, ən vacib şərtdir. Yəni, Putinin qazandığı bundan ibarət olub. Bundan əlavə Putin nəyəsə nail ola bilməyib. Və çox şükür ki, bir daha bildirirəm əziz dostlar, Ukrayna tərəf düzdür, tam həcmdə olmasa da qərbdən Patriot raketləri alıb, anti-ballistika raketləri alıb, NASAMlar üçün raketləri alıb və digər qurğular üçün. Ayrıstər çox şeylər üçün, yəni bunun təbii ki, biz nə sayın bilmirik, nə də rəqəmləri bilmirik. Amma bilirik ki, yəni müəyyən mənada Ukrayna tərəfinin hava hücumundan müdafiə qüvvələri artıq ciddi müqavimət göstərə bilirlər. Ona görə dağıntılar, itkilər dəfələrlə yox, demək olar ki, yoxdur. Çox azdır yaxud. Əlbəttə ki, infrastrukturalara zərər dəyir. Əlbəttə ki, ərzaq anbarlarına Ruslar zərbələr endirirlər. Yəni, bunları edir Ruslar. Və supermarket sistemlərinə, təchizatlara zərbələr endirirlər. Amma bununla sizə əmin edirəm ki, müharibə udmaq mümkün deyil. Və oxuyuram ki, Ukrayna cəmiyyətinin bu hücumlar bir daha şiddətləndirir. Yəni, Ukrayna tərəf güzəştlərə getmək istəyənlərin sayı hətta azalır. Çünki belə vəhşiliklə nəyəsə nail olmaq mümkün deyil. Bu vəhşiliklər. Odur ki, əziz dostlar, dediyim kimi, birbaşa efirə çıxmaq olmur. Mən kənardayam. Deməli, axşam bu material yerləşdiriləcək. Xahiş edirik. Deməli, sabahdan efirlərimiz bərpa olur. Danışarıq, qonaqlarımız olacaq, maraqlı qonaqlar olacaq, təzə aparıcılar da olmalıdır. Odur ki, əziz dostlar, kanalımızda qalın. Yəni, biz də müəyyən yeniliklər edəcəyik sizin üçün. Biləsiniz ki, doğrudan da bu sahədə artıq yeniliklər var və daha yaxşılar olacaq. Bunları da özünüz getdikcə görəcəksiniz və hiss edəcəksiniz. Sağ olun, salamat qalın. Hələlik. Sabahları, haradasa günortadan sonra belə bilirəm ki, bizim apellyasiyalara artıq məlumat gəlir ki, sadəcə olaraq mən Kiyevdə də deyiləm. Yəni, qaydacam Kiyevə, ondan sonra sabahları yəqin efirə çıxa biləcəyik. Oldu, sağ olun, salamat qalın dostlar. Hələlik. Allah qorusun sizi. Sabahdan başlayırıq yenə birbaşa efirlərimizi bərpa etməyə. Hələlik, sağ olun.